Təşəkkür edirəm, hörmətli xanım sədr, hörmətli həmkarlar. Hesab edirəm ki, bugün bir çox vacib və mühüm bir qanun layihəsini müzakirə edirik və bu təklif hesab edirəm cəmiyyətdə də çox müsbət qarşılandı və həmkarların da dediyi kimi hər hansı bir formada ölkədə insan hüquq və azadlığına, yaxud da ifadə azadlığına qarşı deyil, tam əksinə Azərbaycan xalqının milli mənəviyyatının qorunması, əxlaqsız ifadələrin qarşısının alınması kimi ümumiyyətlə ictimai qaydaları pozan hərəkətlərə qarşıdır. Bu da hesab edirəm istənilən normal və məntiqli vətəndaş üçün məqbul hesab edilməlidir. Mən əksinə hesab edirəm ki, hörmətli xanım sədr, bu bizim ki, bu qanun dəyişikliyindən qarşımıza qoyduğumuz məqsəd ki var, bu məqsədə çatmaq üçün indi müzakirə etdiyimiz təklif kifayət deyil. Bunun tamamlayıcı davamı da olmalıdır. Qanunvericimizin digər deməli sahələrinə də bu vergi formada əlavə və dəyişikliklər edilməlidir. Məsələn, xaricdə məskunlaşıb sosial şəbəkələrdə, xüsusilə YouTube, Facebook, Instagram və TikTok kimi platformalarda Azərbaycan xalqının əleyhinə, yaxud Azərbaycan dövlət rəsmilərinin, Azərbaycan ictimai siyasi xadimlərinin əleyhinə təkrarımız ifadələr işlədən şəxslərlə bağlı hansı qərarlar qəbul edilməlidir və yaxud da bu təhqirləri öz platformalarını yerləşdirən, adlarını çəkdiyim o Meta şirkəti, YouTube şirkəti yaxud TikTok şirkətlərinin məsuliyyəti nədən ibarət olmalıdır? Və ümumiyyətlə bizdəki qanunvericilik rəqəmsal təhlükəsizliyin qarşısını almaq üçün yetərlidirmi? Mənə belə gəlir ki, bu suallar ətrafında biz ciddi düşünməliyik. Məsələ burasındadır ki, hörmətli həmkarlar, bugün həmin adlarını çəkdiyim şirkətlər Azərbaycan qanunvericiliyində hər hansı bir formada müddəanın olmama səbəbindən birbaşa məsuliyyət daşımırlar. Ümumiyyətlə, mən düşünürəm ki, biz qanunvericiliyimizə həmin şirkətlərə münasibətdə yeni öhdəliklər gətirməliyik. Bu öhdəliklər elə bir formada olmalıdır ki, həmin şirkətlər də, necə ki, başqa ölkələrdə onlar müəyyən məsuliyyət daşıyırlar, Azərbaycanda məsuliyyət daşımalıdırlar. Məsələn, hesab edirəm ki, bugün həmin şirkətlərin yəni, söhbət Meta, YouTube və TikTok kimi şirkətlərdən gedir. Azərbaycanda rəsmi nümayəndəliyin və ya hüquqi təmsilçinin açılması bir məcburiyyət olmalıdır. Və bu elə bir forma olmalıdır ki, həmin nümayəndəlik sabah hər hansı bir formada dövlət sorğularına vaxtında cavab verilməsi, həmin o əxlaqdan kənar, qanunla qadağan olunan kontentlərin silinməsi ilə bağlı müəyyən bir məsuliyyət daşısınlar və bu məsələlərdə öz üzərindən düşən missiyanı yerinə yetirsinlər. Və yaxud da bugün bilirsiniz ki, həmin deməli şəbəkələrdə uşaqlar və yeniyetmələr üçün çox ciddi təhlükə yaradan alqoritmik risklər mövcuddur. Və bugün təəssüf olsun ki, həmin şəbəkələr elə bir şərait yaradıb ki, uşaqlar valideynlərdən daha çox həmin o qrupların, həmin o kontentlərin təsirinə düşürlər. Orada təbii ki, uşaqlarımızda psixi pozuntulardan tutmuş ayrı-ayrı sosial problemlərə qədər fəsadlara gətirib çıxarır ki, bunların da qarşısı alınmalıdır. Əgər qanunvericilikdə belə bir öhdəlik biz qoysaq, mən əminəm ki, bu zaman həmin öhdəlikləri pozan şirkətlərə qarşı həm məhkəmə qaydasında biz iddialar qaldıra bilərik, iddialar qaldıra bilərik, həm də müxtəlif sanksiyalar, maliyyə cərimələri və reklam məhdudiyyət tətbiq edə bilərik. Bir də bilirsiniz, əgər bunlar fiziki baxımdan bizim ölkədə yerləşmirlərsə, amma bütövlükdə Azərbaycanın məkanında onlar bugün çox ciddi təsir elementlərinin malikdir. Hətta bizim reklam bazarından ona kifayət qədər vəsait qazanırlar. Ona görə bu təşkilatlara qarşı belə bir hesab edirəm ki, məhdudiyyət yaxud da tələblər olmalıdır. Başqa bir məsələ, hörmətli xanım sədr, mən hesab edirəm ki, bugün bizim qanunvericiliyə bir neçə anlayışlar da gətirilməlidir. Çünki bu rəqəmsal təhlükəsizliyimizin təmin olunmasında xüsusi rol oynaya bilər. Bu anlayışlar sırasında rəqəmsal asıllıq, rəqəmsal manipulyasiya, rəqəmsal klonlaşdırma və alqoritmik təhlükəsizlik kimi vacib deməli anlayışları mən qeyd etmək istərdim. Hörmətli həmkarlar, hörmətli xanım sədr, mən sonunda bir təklifi də vermək istəyirəm. Hörmətli Sabir xanım, sizin təşəbbüsünüzlə artıq Milli Məclisdə bu cür həssas məsələlərlə bağlı ictimai dinləmələrin keçirilməsi bir xoş ənənəyə, yaxşı bir ənənəyə çevrilibdir. Mən təklif edərdim ki, aidiyyəti dövlət qurumlarının, eyni zamanda bizim Milli Məclisin profil komitələrinin və ictimai ekspertlərin, vətəndaş cəmiyyət nümayəndələrinin iştirakı ilə Azərbaycanda rəqəmsal təhlükəsizliyin hazırki vəziyyəti ilə bağlı bir ictimai dinləmə keçirək və əminəm ki, bu dinləmələrdə biz bir sıra yeni müddəaları özümüz üçün müəyyən edə biləcək və bu müddəalar da gələcəkdə Azərbaycanda qanunvericilik bazasının daha təkmil formasına gətirilməsinə öz töhfəsini verə bilər. Təşəkkür edirəm.